Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, artıq bu mövzu ətrafında çox söhbətlər getsə də, fikirlər, sübutlar, dəlillər, yəni həmin psixoloji xəstəliyin ortadan qaldırılması üçün çox addımlar atılsa da, bəzi insanlar o addımı atırlar, amma səhv addım atırlar. Bu da hansı ki, bildiyiniz kimi obsession kompulsiv pozuntu 3. Birinci, ikincidə hansı ki siz xəstəliklərin metafolizmini, adətən ondan necə qurtulmağını gördünüzsə, bu üçüncü hansı ki daha diqqətli olun bu hissədə, bu videoya diqqətlə yaxından əyləşin, qulaq asın. Adətən bu xəstəliyə yoluxmuş insanlar qurtulmaq üçün daimi olaraq o deyilən rituallar edirlər ki, anidən rahatlayış olsun. Baxma, qısa da olsa da bu xəstəlikdən qurtulmaz, amma qısa bağlılıq yaradır və get-gedə onun sürətinin artıldığını görmürlər. Bundan qurtulmağın, yəni bu hansı obsession kompulsiv pozuntu deyirlər buna, yaxud Türkiyənin takıntı, Azərbaycan dilində məcburi davranışların edilməsi rituallar. Qurtulmaq üçün bir asan yol var. Yəni bu yoldan o yanası yoxdur. Çətinlərə doğru qaçmayın, onsuz edə bilməyəcəksiniz. Həmin xəstəliyin daima üstünə getməlisiniz. Sən daimi olaraq getmirsən hamama yaxud tualetə. Gelsən əlini yumaq, belə elə. Bir dəfə getdin, çikli qal. Öləcəksən. Bir dəfə çikli, iki dəfə çikli, üç dəfə çikli. Axır bu xəstəliyi görəcək ki, çiklisən, loru dilindən başın bırağacaq. Yaxud çölə çıxırsan qazışıq yoxlamağa. Beynivə siqnal ötür ki, artıq sönlüdür də bu. Bu andıra qalmış, biraz da qeyri-etik olandır. Bəsdir də. Sən 10 dəfə gedəsən. Robotsan sən. Və rəqəmləri, sayıları, yaxud otaqda hər hansı olan bir şeyləri təkrarlama. Təkrarlama da bunu. Beynivə siqnal ötürməlisən ki, bu məcburi davranışdır. Otağa gedin ki, niyə 10 dənə kitab var, onu da gözündən sayırsan. 5 dənə masada qələm var, 5 dənə sayırsan. Xəstəsən sən. Və bu kimi qeyri-etik təkidi sən xəstəsən, dəlisən kimi şüarlarını beynivə ötürəndən sonra sən bu, o xəstə, o timsalda olan qeyri-etik sözlər olmamaq üçün desən olacaqsan. Dəli desən də olsa, xəstə olacaqsan. Onlar olmamaq üçün ki, artıq onları təkrarlamayacaqsan. Və qurtulma prinsipləri yaranacaq. Bir iki qurtulacaqsa və nəticədə o xəstəliyi səndən boyun qaçıracaq. Bu qədər. Seanslara yazılmaq üçün mesaj bölməsinə məlumat verə bilərsiniz.